Analiz verdim, birdən-birə şəkər yüksək çıxdı. Qarın peyini genetika ilə əlaqələndirir. Bu mərhələdə damarlar artıq zədələnməyə başlayır. Diabet illərlə səssiz gedə bilər. Niyə? Çox gec tutulur bu. Bugün bu haqda danışacağım. Diabet haqqında çox təhlükəli bir yanlış təsəvvür vardır. Əgər diabet olsaydın, hiss edərdin. Bu fikir minlərlə insanı illərlə gecikdirmiş olur. Çünki diabet ağrı vermir, qızdırma vermir, qəfil xəbərdarlıq göndərmir və insan özünü uzun müddət normal hiss edir. İşinə gedir, gününü yaşayır, amma bədəndə bir proses səssiz, səmirsiz irəliləyir. Mənim ən çox eşitdiyim cümlələrdən biri də budur. Analiz verdim, birdən-birə şəkər yüksək çıxdı. Bu necə oldu? Necə oldu sualının cavabı isə adətən belədir. Birdən-birə olmadı. Sadəcə indi görünən odur. Şəkərli diabeti səssiz sızan su borusuna bənzətmək olar. Divarın içindən su axır, biz onu görmürük, səsini eşitmirik, amma illərlə davam edəndə divar get-gedə yumşalır. Strukturu zəifləyir və bir gün çökmə baş verir. Diabet də belədir. Qan şəkəri illərlə yavaş-yavaş yüksəlir. İnsulin əvvəlcə çox işləyir, orqanizmi qorumağa çalışır. Buna kompensator mexanizm deyilir. Bu mərhələdə insan özünü yaxşı hiss edir. Hətta analizlərdə sərhəd də göstərir və məhz bu mərhələdə ən çox qaçırılan bir mərhələ hesab olunur. İndi isə gəlin ətraflı baxaq. Diabet niyə səssiz gedir? Birinci səbəb odur ki, insulinin kompensasiya mərhələsidir. Yəni insulin dirənci başlayanda bədən deyir: problem var, amma mən hələlik dözürəm. İnsulin daha çox ifroz olunmağa başlayır. Qan şəkərləri analizlərdə normal görünür. Bu mərhələdə insan yorğunluğu, yaşlanmanın bir əlaməti sayır. Şirin istəyini iradə problemi olaraq düşünür. Qarın peyini genetika ilə əlaqələndirir. İkinci səbəb prediabet anlayışının ciddiyə alınmaması. Prediabet düzdür, xəstəlik deyil, amma tam sağlamlıq da deyil. Bu mərhələdə damarlar artıq zədələnməyə başlayır. Sinir ucları təsirlənir, amma insan heç nə hiss etmir. Üçüncü səbəb isə screening simptomlarına, yəni yoxlanışların bağlanması. Bir çox insan yalnız susuzluq artarsa, çox sidik ifrazı olarsa, görmə zəifləməsi baş verərsə analiz verməyə gedir. Halbuki bunlar artıq gec mərhələnin əlamətləridir. Zamanında kontroldən keçmək lazımdır. Dördüncü səbəb risk faktorlarının normal sayılması. Ailədə diabet var, hər kəsdə var. Qarında piyələnmə var, yaşa bağlıdır. Hərəkətsizlik var, zaten işin belədir. Və bu normallaşdırma səssiz diabetin ən böyük dostu olur. Nə edirik? Necə düzgün yanaşmalıyıq? Diabetlə mübarizə xəstəliklə yox, risklə başlanmalıdır. Əsas sual bu olmalıdır. Özümü necə hiss edirəm? Risk qrupundayam. Risk qrupuna kimlər daxildir? Ailəsində diabet olanlara aidəmmi məndə? Bel çevrəm artıbmı? Oturaq həyat tərzi keçirirəmmi? Hamiləlikdə diabet yaşamışammı? Və yaxud yüksək stres altında yaşayıramsa, bu insanlarda mütləq aclıq şəkəri, 3 aylıq şəkər glikogemoqlobin, bəzən OGTT testi vaxtında yoxlanmalıdır. Burada məqsəd diabeti tapmaq deyil. Məqsəd vaxtında müdaxilə etməkdir və bu mərhələdə endokrinoloq rolu çox vacibdir. Çünki düzgün şərh edilməyən bir analiz insanı ya qorxudur, ya da yalançı olaraq rahatlıq yaratmış olur. Bu videonu paylaşmaq sadəcə məlumatı yaymaq və ya ötürmək deyil. Bu video özümü yaxşı hiss edirəm deyib analizlərini gecikdirənlər üçündür. Prediabeti ciddiyə almayanlar üçündür. Ailəsində diabeti olan, amma məndə olmaz deyib ötənlər üçündür. Diabet səssiz gedir, unutmayın. Amma nəticələri isə səssiz olmur. Bu bilgini paylaşaraq bir insanın gələcəyini dəyişə bilərsiniz. Özünüzdən müğayət olun, kanalıma abunə olmaq, suallarınızı şərhlərdə yazmaq və videonu paylaşmağı unutmayın. Sağ olun.